Salam dostlar, sizi bugünləri Masazır qəsəbəsindən iki həyət evi ilə tanış edirik. Deməli, iki yan-yana olan həyət evindən biri kaban tipli olan, 2 mərtəbə üstü mansartlı olan ev, mərtəbələr arası monolit olan evdən tanış edirik. Gördüyünüz bu evin ümumi həyət yanı sahəsi 2 sot yarımda verilir. Ev qarşı 2 sot yarımda inşa olunub. Ev qoşadaşdan inşa olunub. Sənədlər paket kupçadır, torpağın evin kupçası mövcuddur. Ev məktəbə yaxındır, əsas yola yaxındır, ana yola yaxındır. Demək olar ki, bütün pəncərələri öz həyətinə baxır. Keçək evlə sizi ətraflı tanış edək. Deməli, geniş gördüyünüz kimi həyəti var. Bir neçə maşın yerləşdirmək olar. Girən kimi evimizin sol tərəfində belə bir geniş qonaq otağı yerləşir. Yüksək səviyyədə A boylardan da istifadə olunur, yer laminat döşəmədən istifadə olunur. Əlavə olaraq digər bir şurada bir otaq burada yerləşdirilir. Sol tərəfdə geniş ölçülü belə bir qutnamız yerləşir. Arxa tərəfdə həyətindən əlavə olaraq yenə də belə bir həyət yanı sahəsi var. Arxada nəsə yerləşdirmək olar. Burada sanuzelimiz yerləşir. Ölçüləri kifayət qədər normaldır. Qalxaq ikinci mərtəbəyə. Mərtəbələr arasında qalxan pilləkən özdə betondan inşa olunub. Çıxan kimi sol tərəfdə balkon sahəsi yerləşib. Dəyərli müştərilər, çox gözəl havası var, çox gözəl panoraması var. Yeri də çox əla yerdə yerləşir. Qiyməti də daha ibadə vaxtına saxlamıram. 170 min manat olaraq start verilir. Hər halda ev sahibi qiymətdə də endirim eləyəcək. Burada da geniş belə bir yataq otağı yerləşdirilib. Bax, burada əlavə olaraq bir uşaq otağı yerləşdirilib. Digər bir yataq otağı burada yerləşdirilib. İkinci mərtəbədə də yenə sanuzel var. Dəyərli izləyicilər, mansart da var. Bu evdə mansartda yerləşib, 3-cü mərtəbəyə çıxışı düzəldib, bilyardxana və digər bir nəyəsə istifadə eləmək olar. Bu da əlavə bir hamam, tualet, sanuzel. Deməli, bu evdə 3 dənə sanuzel var. Dəyərli dostlar, əlavə kiminsə sualı olsa, səhifədə əlavə nömrəmiz qeyd olunub.